Salam dostlar, hər vaxtınız xeyir. Bugün çok kısa bir podcast paylaşmak istedim sizinle. Bir məsləhət aldığım, davamlı məsləhət aldığım bir nəfərlə danışırdım. Bir söz dedi. Yani durup, dayanıp, düşünüp derin bir nefes aldım sözün üzerine. O dediği söz buydu ki, hərəkət informasiyanı istehsal edir. Veyahut da ki, hərəkət informasiyanı təmin edir, yaradır, bu kimi də düşünə bilərsiniz. Bizim söhbətimiz düşünmə, planlama və hərəkət ətrafındaydı. Siz də eşitmişsiniz ki, yəni bir yerdən sonra, əminəm ki, siz də oxumusunuz, eşitmişsiniz, dinləmişsiniz ardınsa. Bir yerdən sonra hələ də yenə planlamağa davam etmək artıq faydasız bir məsuliyyətə çevrilmiş olur. Və bu mənim məsləhət aldığım dediyim insanın mənə dediyi isə buydu ki, çox hoşuma gəldi, ona görə istədim ki paylaşım. Yəni çox qısa bir epizod verirəm, amma yenə də paylaşmağa qərar verdim. Mən qərar verə bilmədiyim bir məsələ vardı, onunla bağlı danışırdım. Deyir ki, bu anlarda əgər bilmirsənsə nə eləmək lazımdır və onun səbəbi də düşünürsən ki, kifayət qədər məlumatın olmamalıdır, kifayət qədər informasiya yoxdur, onda deyir, hərəkət elə. Nə isə elə. Yəni nə isə bir icraat, bir hərəkət olsun. Əgər hərəkət varsa, hərəkət edirsənsə, nə isə bir iş görürsənsə, hər hansısa bir iş, o iş özü etdiyin üçün informasiya emal edəcək, informasiya hazırlayacaq sənin üçün. Ondan sonra o informasiya dayanaraq sən növbəti nə edəcəyinə daha rahat qərar verə biləcəksən. Yəni siz də əgər hər hansısa bir mövzuda nə eləyəcəyinizdən tam əmin deyilsinizsə, o zaman hər hansısa bir şey eləyin. Yəni əsas odur ki, siz daima hərəkət halında olasınız, daima irəliləyiş olasınız. Yəni bu o demək deyil ki, davamlı olaraq nə isə eləmək, tələsmək, nə isə eləmək. Xeyr, bu sırf o anlar üçündür ki, yəni hansı tərəfə, hansı istiqamətə gedəcəyini bilmirsən və onu təyin edəcək kifayət qədər məlumatın da yoxdur. O zaman hər hansısa bir şey elə, o istiqamətdən birini seç və o tərəfə doğru irəliləməyə başla. Sən irəlilədikcə yeni şeylər öyrənəcəksən və o irəliləyiş, o hərəkət, attığın hər addım sənə yeni məlumatlar verəcək ki, hansı ki bir sonraki qərarlarını verməyi, hansı seçimi etməyi sənin üçün asanlaşdırmış olacaqdır. Bundan sonra mənim şüarımdır, sizin də şüarınız olsun. Hərəkət lazım olan informasiyanı istehsal edir.